Salam əziz izləyicilərimiz, biz hal-hazırda Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksindəyik. Burada 70 kvadrat skvaznon mənzilimiz satışa çıxmışdır. Mən mənzilin çəkilişinə mətbəxdən başladım. Belə bir geniş mətbəximiz var. Gördüyünüz kimi mətbəx mebeli yığılıb. Evdə yaşayışlı mənzildir və axşam deyənə mən sizin görünüşünü göstərə bilmirəm. Yəni, bütün Masazıra baxır, belə deyim. 8 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 70 kvadratdır. Daha doğrusu 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Bura yataq otağıdır. Gördüyünüz kimi çox geniş yataq otağı var. İki tərəfə də baxır mənzilimiz. Yəni yel çəkən skvaznoy mənzildir. Burada qanunla mənzilin zalıdır. Sadəcə yataq otağı kimi istifadə olunur. Geniş otaqdır. Bu tərəfdən də sizə göstərdim. Bir daha qeyd edirəm, mənzilimiz 70 kvadratdır. 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Və son olaraq mən sizə mənzilin sanuzelini də göstərdim. Yəni, bu proyekti bilənlər bilir. Çox gözəl proyektdir. Şuraya Belədir. Hamam otağıdır. Hamam otağı da ayrı-ayrılıqdadır. Yəni, sanuzellərimiz ayrı-ayrıdır. Bir daha qeyd edirəm, mənzilimiz 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Belə koridorunu da göstərdim. Kupcalı mənzildir. İpotekaya, dövlət ipotekasına yararlı mənzildir. Qiymət barədə və əlavə sualları olanlar aşağıdakı nömrələrə zəng edə bilərlər. Çox sağ olun, əziz müştərilər.